Məlumat verdiyimiz kimi, bugün Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu haqda cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı ətimkan tədbiri seçib. Yeni Sabah.az Ramiz Mehdiyevlə bağlı maraqlı məlumatları təqdim edir. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Ənvəroğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə 19 yaşında Bakı Dənizçilik məktəbini bitirib və Xəzər Neft Donanma İdarəsinin gəmilərində maşinist işləyib. 1961-ci ildə gəmi maşinist işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini Kirov adına daşıyan Azərbaycan Dövlət Universitetinə verib və Tarix fakültəsinə daxil olub. 1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyev LKQİ-də təlimatçı vəzifəsində işləməyə başlayıb. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan Komsomol Vilayət Komitəsinin ikinci katibi çalışıb. O, 1968-ci ildə Lomonosov adına MDU-nun Fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 10 ilə yaxın Rusiyanın ən elitar elm ocağında elm sahəsində işləyib. 1977-ci ildə MDU-nun Elmi Şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edib. Bundan sonra Ramiz Mehdiyev Azərbaycana qayıdıb. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlib. ADO-nun Elmi Kommunizm kafedrasında öncə müəllim, sonra baş müəllim işləyir. Kommunist Partiyasının üzvü olan R. Mehdiyev yaxşı kadr kimi tezliklə partiya rəhbərliyinin diqqətini cəlb edib. Mərhum Heydər Əliyevin birinci katib olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi Ramiz Mehdiyevin elmi fəaliyyətini partiya işinə cəlb etmək qərarına gəlib. O, 1974-cü ildə Azərbaycan KPMK-nın aparatında Təbliğat Təşviqat şöbəsinə mühazirəçi qismində cəlb edilib. 2 il sonra 1976-cı ildə Azər KPMK-nın Elm və Təhsil Müəssisələri şöbəsinə müdir təsdiq olunub. 1978-ci ildə isə Bakının ən bölük və strateji rayonu olan 26 Bakı komissarı, indiki Səbail rayon komitəsinin birinci katibi təyin edilib. 2 il burada işlədikdən sonra R. Mehdiyev yenidən mərkəzi komitəyə qayıdıb. 1980-ci ilin iyununda Elm və Təhsil şöbəsinə müdir təyin olunub. 1981-ci ilin yanvarında isə onu partiyanın ideoloji işinin təşkil edən ən mühüm posta Azərbaycan KPMK-nın Təşkilati Partiya İşi şöbəsinə müdir təyin ediblər. 1988-ci ildə SSR-nin prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişiklikləri edib. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlib. 1988-ci ilin iyununda AMA İctimai Siyasi Tədqiqatlar və İnformasiya İnstitutuna şöbə müdiri işləyib. 1993-cü ildən fəlsəfə elmləri doktorudur. 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 1994-cü ilin fevralında Ramiz Mehdiyevi prezident aparatının şöbə müdürü, 1995-ci ilin fevralında isə prezident aparatının rəhbəri təyin edib. Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilədək Azərbaycan Respublikası prezidentinin administrasiyasının rəhbəri, 2019-cu ildən 2022-ci ilədək isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Akademik 100-dən çox elmi məqalələrin müəllifidir. Milli və sosial-siyasi münasibətlər, müasir Azərbaycan, dövləti və cəmiyyətin inkişafı və sairə mövzularla bağlı suallardandır. 2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik seçilib. 17 aprel 2008-ci ildə 70 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə İstiqlal ordeni ilə təltif edilib. Ramiz Mehdiyevin ittiham edildiyi maddələr açıqlanıb. O, Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur. Əlavə edək ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.